Salam hörmətli traderlər. Hər birinizi salamlayıram. Inforax şirkətinin dəstəyi altında sizlərə bu günləri yeni bir strategiya təqdim edəcəm. Strategiyamızda deməli bir günlük zaman intervalında istifadə olunacaq və Forex bazarına çox zaman ayıra bilməyən traderlər üçün bu yararlıdır. Yəni gün ərzində bircə dəfə baxmaq, bazar yeni bir gün yarananda, yeni bir şam yarananda bazara baxmaq bizə kifayət edəcək ki, bazar haqqında müəyyən fikirlər yürüdək. Bazarda istifadə edəcəyimiz indikatorlar, daha doğrusu indikator, moving average indikator olacaq müxtəlif parametrlərlə və bir günlük zaman intervalında işləniləcək. İstifadə edəcəyimiz indikatorlar moving average, 200 periodlu ekspansional close bağlı qırmızı rəngdə mən burada qeyd etmişəm, siz də istənilən rəngdə qeyd edə bilərsiniz. Bunu yerləşdiririk ilk öncə. Bunun ardından moving average, burada artıq sadə moving average'dən simple moving average və periodu 14 periodlu olacaqdır. 14 periodlu və burada rəngi göy rəngdə qeyd edirəm mən. Və bunun ardından da digər moving average'imi yerləşdirirəm. Yenə simple olacaq, 14 periodlu və burada bir şey qeyd edeyim. Deməli, moving average'lər 14 periodlu, high, yüksək və digərində high və low. Burada close yox, low qeyd edəcəyik. Ekspansionala isə dəymirik. Alış və satış əməliyyatları hansı şərtlər daxilində aparılacaq, o barədə sizə qeyd edeyim və hansı cütlüklərdə istifadə oluna bilər. Bu adətən Euro, Avstraliya dolları, həmçinin fund sterling Avstraliya dolları, Euro fund sterling və fund sterling yenada istifadə edə bilərsiniz bu strategiyadan. Deməli, ilk öncə alış əməliyyatı haqqında danışım. Alış əməliyyatı açmaq üçün qiymət 200 periodlu SMA-nın üzərində olmalıdır. Məsələn, burada yaxşı olmuşdur. 200 periodlu deməli EMA-nın üzərində olmalıdır qiymət. Bundan sonra 14 periodlu high zonasından da qiymət yuxarı doğru olmalıdır. Yəni ilk yuxarı kəsilən şam zamanı, yeni bir gün zamanı biz alış əməliyyatı açacağıq. Məsələn, burada sizə göstərim. İlk öncə deməli baxırıq. Qiymət 200 periodlu EMA-nın üzərində olmalıdır və həmçinin dediyim kimi 14 periodlu EMA-da yuxarı doğru kəsməlidir. Və belə bir siqnal gördükdən sonra biz stop loss orderini yerləşdiririk 150 pip dəyərində və həmçinin də take profit 200 pip dəyərində. Take profitimiz məsələn burada şamların tam forma alması bu zonada tam olaraq bu zonada qeydə alınıbdır və bundan sonra biz bazara daxil oluruq. Bazara daxil olduqdan sonra alış əməliyyatı açırıq. Deməli, dediyim kimi 150 period 150 pip dəyərində stop loss orderi qoyuruq və 200 pip dəyərində take profit. Və əməliyyatımız açıq olduğu zamanda digər bir əməliyyat açmayacağıq. Fikir versək, burada qiymət xeyli qalxıbdır, nəinki 200 pip, hətta daha da böyük olubdur. Lakin dediyim kimi strategiyada hədəf nöqtəsi adətən 200 period qeyd olunur. Daha doğrusu 200 pip qeyd olunur. Satış əməliyyatı haqqında sizlərə izahat verim. Satış əməliyyatı üçün qiymət 200 periodlu EMA-nın altında olmalıdır. 200 periodlu EMA-nın altında olduqdan sonra qiymət 14 periodlu simple moving average-in altında olmalıdır və bütün bu siqnallar bir anda reallaşdıqdan sonra biz bazara daxil olacağıq. Məsələn, burada fikir versək, qiymət 200 periodlu moving average-in altında olsa da tam olaraq
Yəni çox hərəkət etmişdir. Yəni burada biz bazara daxil olsaydıq, burada baş verəcək korreksiya bizi istər-istəməz stop lossumuzun vurulması ilə başa çatacaqdı. Məsələn, belə anlarda biz gözləyirik ki, bazarda təzədən yenə bir siqnal yaransın. Məsələn, buradakı kimi belə bir şey. Tam olaraq moving average-dən çox ayrılmasa da, lakin bu belə bir siqnalda qeydə ala bilərik. Və burada biz bazara daxil olsaydıq, stop lossumuzu yerləşdirəcəkdik 150 punkt dəyərində. 150 punkt dəyərində və take profitimizdə dediyimiz kimi 200 pip dəyərində olacaqdı. Orta statistik göstəriciyə görə gəlirli strategiyadır. Yəni avtor, müəllif qeyd edir ki, yeni il başlayandan sonra 600 pipə qədər hərəkət olmuşdur müxtəlif valyuta cütlüklərində, yəni gəlir olmuşdur. Siz özünüz də sınaqdan keçirib, yəni özünüz şahidi ola bilərsiniz nə dərəcədə gəlirlidir və yaxud da yox. Həmçinin Avstraliya dolları, dollarda, funt sterling dollarda, yəni məşhur valyuta cütlüklərində də sınaqdan keçirə bilərsiniz. Əlverişli vəziyyətdə sistem şəklində bunları istifadə edə bilərsiniz. Dediyim kimi, əlverişli strategiyalardan biridir. Yəni ki, məsələn, çox vaxt ayıra bilmirik. İşimizlə əlaqədar olaraq bazara və yaxud səbirsizlik edirik, yanlış əməliyyatlar açırıq. Bu baxımdan günlük zaman intervalında bir gün ayırıb yeni bir şam yarandıqdan sonra bazara daxil olmaq bizim üçün bir qədər daha əlverişli olur. Güman edirəm, hər bir şey sizlərə aydındır. Aydın olmayan suallarınızı videorolikin yerləşdiyi bölmədə yerləşdirə bilərsiniz. Sağ olun, sizlərlə mən idim Fərid İskəndərli.